Salam dostlar, kontaktor haqqında danışmaq istəyirəm. Kontaktor nə üçün istifadə olunur və onun iş prinsipini çox uzatmadan, dərinliyə getmədən sadə formada izah etməyə çalışacağam. Adından da göründüyü kimi kontaktor hər hansı bir texnikanı yandırıb söndürmək üçün, yəni qoşmaq üçündür və ya hər hansı bir elektrik şəbəkəsini açıb bağlamaq, yəni söndürüb yandırmaq üçündür. Bundan öncəki videoda biz gərginlik relesi haqqında danışdıq. Onun iş prinsiplərini öyrəndik. Gərginlik relesinin üzərində deyək ki, 63 amper yazılıb. Bu onun hansı cərəyanda işləyə bildiyini göstərir. Amma xətti açıb bağlamaq məsələsində gərginlik relesi 15 amperdən yuxarı olarsa cərəyan xətti açıb bağlaya bilmir. Çünki bu yüksək cərəyanda kontaktlar qızır, əriyir və rele sıradan çıxır. Buna görə releni kontaktorla bir yerdə qoşurlar. Gərginlik relesində açıb bağlama sistemi sadə bir mexanizm olduğu üçün o yüksək gərginlikdə, yüksək cərəyanda qızır, əriyir, sıradan çıxır. Amma kontaktorda bu sistem katuşka sistemi deyilən bir sistem ki var, hansı ki bu yüksək cərəyanlara dözür. Yəni yüksək cərəyanları çox rahatlıqla açıb bağlaya bilir. Bu ikisi bir yerdə qoşulduqda gərginlik relesi fazaya nəzarət edir. Əgər gərginlik və cərəyan normadadırsa, o kontaktora komanda verir və xətti kontaktor qoşur. Hər ikisi bir yerdə qoşulduqda sxemdə göstərdiyim kimi, deyək ki, faza, qırmızı xəttlə işarələdiyim faza gəlir gərginlik relesinin içinə və qayıdır geriyə. Bu gərginlik relesinin gərginliyə və cərəyanı nəzarət etməyi üçündür. Və ondan bir faza gedir kontaktorun katuşkasına. Gərginlik və cərəyan normada olduqda gərginlik relesi kontaktorun katuşkasına cərəyan verir və katuşka qoşulur. Katuşka qoşulduğu zaman şəkildə fikir versəniz, bir faza, bir nol eyni anda kontaktora da girir. Bu şəkil saxlayıb diqqətlə baxsanız, ümumiyyətlə işin prinsipini, məntiqini anlaya biləcəksiniz.